Bu gün həm ateistlərin, həm də sələflərin ortaq şəkildə hücum etdiyi əzadarlıq fenomeninin elmi fəlsəfi pərdəarxasına nəzər yetirəcəyik. Salam əziz dostlar. Bugünkü mövzumuz hazırda aktuallaşan bir sual ətrafındadır. Hər il Məhərrəm ayı gələndə cəmiyyətdə maraqlı bir fenomen müşahidə olunur. Dünya görüşü, fəlsəfəsi və həyata baxışı bir-birinə tamamilə zidd olan iki fərqli cəbhə, ateist düşüncə ilə sələfi mühit qəribə bir şəkildə eyni nöqtədə birləşir və İmam Hüseyn əzadarlığına qarşı eyni cəbhədən hücuma keçirlər. Sələfi düşüncənin ardıcıları deyirlər: Məhərrəmlikdə matəm bidətdir. Quranda, sünnədə konkret hökm yoxdur. Peyğəmbər Aşura günü məgər ağlayıbmı? Ateist fəlsəfəsi isə deyir: 1400 il əvvəl ərəb çöllərində ölmüş bir insan üçün bu gün ağlamaq hansı rasional məntiqə sığır? Bu sadəcə kütləvi psixozdur. Biz bu gün hər iki cəbhənin arqumentlərini sizinlə bölüşəcəyik. Heç bir emosiyaya qapılmadan bir tərəfə sırf fəlsəfə, sosiologiya və neyrobiologiya ilə, digər tərəfə isə kəlam, hədis metodologiyası və Quran təfsiri ilə elmi şəkildə cavab verəcəyik. Əvvəlcə məsələyə sırf mətn və sənət müstəvisindən baxan, Peyğəmbər dövründə yox idisə bidətdir deyən sələfi ardıcılların arqumentindən başlayaq. Onların ən böyük metodoloji xətası İslamda hüzn, ağlamaq və matəm anlayışını dərk etməmələridir. Gəlin İslam teologiyasının ana konstitusiyasına, Yusif surəsinin 84-cü ayəsinə müraciət edək. Uca Allah Yaqub peyğəmbərin oğlu Yusif üçün çəkdiyi dağı belə təsvir edir. وَتَوَلَّى عَنْهُمْ وَقَالَ يَا أَسَفَا عَلَى يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ. İndi sələfi yanaşması ilə bu ayəyə sual verək. Yaqub bir peyğəmbər olaraq oğlunun sağ olduğunu və gələcəkdə böyük məqama çatacağını vəhlə bilmirdimi? Bilirdi. Bəs niyə illərlə matəm saxladı və gözləri kör olana qədər ağladı? Əgər keçmiş müsibətə ağlamaq qadağan və bidət olsaydı, Allah öz peyğəmbərini Quranda məzəmmət eləyərdi. Deməli, itirilən müqəddəs bir dəyərə görə uzun müddəti yas saxlamaq Quranın öz prinsipinə uyğundur. Gələk sünnə dəlilinə. Sələfi məktəbinin ən böyük mühəddislərindən biri kimi qəbul edilən Əhməd ibn Həmbəlin Əl-Musnəd əsəri cild 1, səhifə 85-də, həmçinin Hakim Nişapurinin Mustadrək əsərinin cild 3, səhifə 176-da Ümmül Möminin xanım Sələmədən və İbn Abbasdan nəql olunan səhih bir hədis var. Peyğəmbərimiz hələ İmam Hüseyn körpəykən Cəbrailin gətirdiyi Kərbəla torpağını qoxlayaraq onun gələcəkdə şəhid olacağını bilmiş və hıçqıraraq ağlamışdır. Hətta onun vəfat etdiyi gün Ümmü Sələmə Peyğəmbəri röyada başı saçı tozlu, əlində bir şüşə Hüseyn qanı ilə ağlayan görüb. Sələflərin çox böyük hörmət bəslədiyi dahi hədis alimi İmam Zəhəbi Hakimin bu kitabına yazdığı Təlxis, yəni xülasə əsərində hakimlə razılaşaraq hədisin səhih olduğunu bildirir. Əgər Peyğəmbərin özü İmam Hüseyn üçün şəhid olmazdan əvvəl ağlayıbsa, bizim o müsibətdən sonra ağlamağımız necə bidət ola bilər? Bu, sünnənin birbaşa tətbiqidir. İndi isə pəncərəni tamamilə dəyişək və özünü rasionalist adlandıran 1400 il əvvəlki hadisəyə ağlamaq məntiqsizlikdir deyən ateist müstəviyə keçək. Hörmətli ateistlər, gəlin məsələyə neyrobiologiya və təkamül psixologiyası prizmasından baxaq. İnsan beynində güzgü neyronları deyilən bir sistem var. Bu neyronlar sayəsində insan zaman və məkan fərqi olmadan başqasının yaşadığı ağrını, zülmü və travmanı öz beynində simulyasiya edir. Biz bugün Shakespeare'in Hamletini oxuyanda, dramatik bir film izləyəndə niyə təsirlənirik? Hadisə uydurmadır, zaman keçib, reallığı yoxdur. Amma beynimiz oradakı ədalətsizlik konsepsiyasına emosional reaksiya verir. Fəlsəfi olaraq fransız filosofu Jean-Paul Sartre'ın eksistensializmində qeyd olunduğu kimi, insan keçmişin təcrübəsini bu gün də yaşayan yeganə varlıqdır. Kərbəla hadisəsi sadəcə bir fiziki ölüm deyil, o mütləq şər, Yezidlə mütləq xeyir, İmam Hüseynin toqquşmasıdır. Əgər bir ateist Holokost soyqırımına, 22 mart 1943-cü ildə baş vermiş Xatın faciəsinə, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş Xozalı faciəsinə və ya faşizmin qurbanlarına bu gün hörmətlə yanaşır, hüzünlənir və bunu insani dəyər adlandırırsa, məhərrəmlik matəmini məntiqsizlik sayması təbii ki, absurddur. Çünki hər ikisi eyni humanizm prinsiplərinə söykənir. Zülmə qarşı daxili etiraz.
İndi isə hər iki tərəfin, həm sələflərin, həm də ateistlərin fərqli motivlərlə gətirdiyi ortaq bir suala baxaq. Sələflər deyir, İmam Hüseyn şəhiddir, cənnətdədir. Niyə ağlayırıq? Ateistlər deyir, o artıq yoxdur, bioloji olaraq məhv olub. Niyə ağlayırsınız? Hər iki tərəf eyni sosioloji və kognitiv xətanı eləyir. Biz subyektin fiziki və ya metafizik statusuna ağlamırıq. Biz bəşəriyyətin itirdiyi mənəviyyata və ədalətin qətl olunmasına ağlayırıq. Gəlin bunu müasir dünyəvi və milli kontekstdə izah eləyək. Bizim fəxrimiz olan 20 yanvar faciəmiz, 31 mart soyqırımımız var. Müqəddəs inanca görə o şəhidlər cənnətdədir. Sələfi baxışı. Müasir hüquqa görə isə onlar vətən uğrunda canından keçmiş qəhrəmanlardır. Dünyəvi baxış. Biz hər il o günlərdə bayram eləyirik, yoxsa matəm saxlayırıq. Ölkədə musiqi, əyləncə dayandırılır. Televiziyalar qara rəngə bürünür. Niyə? Biz cənnətə gediblər deyib sevinirik. Xeyr. Çünki o gün insaniyyətə və millətimizə qarşı böyük bir cinayət törədilib və biz o cinayətə qarşı kollektiv şuur olaraq etirazımızı hüznlə bildiririk. Kərbəla da sanki bəşəriyyətin ümumi 20 yanvarıdır. Bəli, Kərbəla bizim həm də milli qan yaddaşımızla eyni sosioloji kökdən bəhrələnir. Məhz elə buna görədir ki, Məhərrəmlik və Aşura bu torpaqlarda sadəcə teoloji bir rəvayət deyil, xalqımızın milli kimliyinin ayrılmaz bir parçası olub. Bu məqamda həm iddialı sələfi qruplarına, həm də məsələyə laqeyd yanaşan ateistlərə çox mühüm bir tarixi faktı xatırlatmaq istəyirəm. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev şəxsən Aşura məclislərində iştirak edir, xalqla birgə hüzünlənir və məscid minbərindən Aşura fenomeninə dövlətçilik fəlsəfəsi prizmasından qiymət verirdi. O, 20 iyun 1994-cü ildə Təzəpir məscidində Aşura məclisində iştirak edərkən bu fikirləri səsləndirmişdi. Əziz bacılar və qardaşlar, əziz müsəlmanlar, müsəlman aləmində faciəli, müqəddəs bir günün əziz xatirəsi qeyd olunur. Bu gün Həzrət Məhəmməd Peyğəmbərin nəvəsi Həzrət İmam Hüseynin qətlə yetirildiyi gündür. Biz ulu babalarımızın vətən, torpaq, haqq, ədalət yolunda şəhid olduğu günü yad edirik. Bu münasibətlə mən bütün Azərbaycan müsəlmanlarına dərin hüznlə başsağlığı verirəm. Bütün müsəlmanlar, o cümlədən biz Azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla vətənə, torpağa, dinimizə, məsləyimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra da Quran-ı Şərifin Həzrət Məhəmməd Peyğəmbərin qoyduğu yolla gedəcək və haqq, ədalət, torpaq, vətən yolunda şəhid olmuş Həzrət İmam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq. İndi vətənimiz faciəli bir dövr keçirir. Yağı düşmən torpaqlarımıza hücum eləyir. Azərbaycanın cəsarətli oğulları vətənimizi müdafiə edir və bu yolda Həzrət İmam Hüseyn kimi şəhid olurlar. Biz vətən, torpaq, din yolunda canından keçmiş bütün şəhidlərin şücaəti qarşısında Kərbəla müsibəti ilə əlaqədar keçirilən bu mərasimdə bir daha baş əyir, onların xatirəsini qəlbimizdə daim yaşadacağımıza söz verir. Bu sözdə sadəcə bir bəyanat deyil. Ekranlarınızda gördüyünüz bu tarixi arxiv kadrları müasir dövlətçiliyimizin ən çətin illərində xalqın mənəvi kimliyini ayaqda tutmaq üçün seçilən strateji xəttin birbaşa sübutudur. Ulu Öndər Təzəpir minbərinə xalqı xitab edərkən Aşuranı bir coğrafiyaya və ya kütləyə sıxışdırılmış dar bir inanc statusundan çıxardıb onu birbaşa müstəqil Azərbaycan dövlətçiliyinin fəlsəfəsinə və milli mənəvi sütunlarına daxil edir. İndi mən soruşuram. Azərbaycan dövlətçiliyinin rəhbəri bu məclislərdə iştirak edib onu xalqın müqavimət və mənəviyyat simvolu kimi dəyərləndirirdisə, bu gün hansısa radikal ideoloji qrupların və ya sosial şəbəkədə ortaya çıxmış teoloqların çıxıb bu ənənəni yad ünsür, bidət və ya cəhalət, savadsızlıq adlandırması nə dərəcədə savadlı və məntiqlidir? Bu birbaşa bizim milli sosiologiyamıza və dövlətçilik yanaşmamıza qarşı edilən hörmətsizlikdir. Məsələyə sosial-siyasi fəlsəfə baxımından yanaşsaq, Məhərrəmlik ritualları cəmiyyətin mənəvi immunitetidir. İmam Hüseynin Kərbəladakı duruşu subyektin, insanın totalitar sistemə və zülmə qarşı fəlsəfi üsyanıdır. Onun mən zülmkar və azğın bir hakim beyət etmərəm, çünki şərəfli ölüm zəlil həyatdan üstündür prinsipləri bu gün Qərbin təriflədiyi insan ləyaqəti fəlsəfəsinin ən zirvəsidir. Məşhur sosioloq Əli Şəriətin dediyi kimi, hər gün Aşura, hər yer Kərbəladır. Bu cümlə teoloji deyil, fəlsəfi bir düsturdur. Dünyada zülm və ədalətsizlik bitməyibsə, deməli Kərbəla ssenarisi bu gün də aktualdır. Məhərrəmlikdə bir araya gəlmək əslində insanın fəlsəfi olaraq öz mövqeyini təyin etməsidir. Sən ədalətin yanındasan, yoxsa zülmün? Buna görə də cəmiyyəti bu aydan, bu dəyərdən uzaqlaşdırmaq istəyənlərin istər dini dogmatizm, yəni sələflik, istərsə də radikal materializm, yəni ateizm pərdəsi altında olsun, fərqi yoxdur. Hədəf birdir. Kütlələrin daxili ədalət hissini, qan yaddaşını və müqavimət ruhunu neytrallaşdırmaq.
Əziz dostlar, bu gün biz həm dini mətnlərin, Quran və sünnə, həm də dünyəvi elmlərin, fəlsəfə, neyrobiologiya və sosiologiyanın işığında məhrəmlik anlayışını nə qədər köklü və legitim bir reallıq olduğunu sizlərlə bölüşdük. Gördüyünüz kimi, sağlam düşüncə həm kör-körənə dindarlığı, həm də kör-körənə inkarçılığı eyni anda sıradan çıxardır. Növbəti videomuzda isə daha kəskin və hamının gözlədiyi bir mövzuya keçid edəcəyik. Yaxşı, matəmin fəlsəfəsini anladıq. Bəs bu matəm zamanı icra olunan formalar, sinə döymək, zəncir vurmaq, qan çıxarmaq və baş yarmaq necə? Bu hərəkətlərin İslam fiqhində və müasir tibb elmində yeri nədir? Növbəti videonu qaçırmamaq üçün kanala abunə olun. Videonu bəyənin, öz düşüncələrinizi şərhlərdə bizlərlə bölüşün. Zəkanız aydın, ədalətiniz daim olsun. Allah emanet.